Salam, hər vaxtınız xeyir olsun. Mən Gülşən Əşimova. Bugün sizlərə sertifikasiyanın müsahibə mərhələsindən kimlər kəsilir və nə edək ki, kəsilməyək bu barədə danışmağa gəlmişəm. Qeyd edim ki, ümumilikdə testdən sonraki mərhələ müsahibədir. Müsahibə mərhələsində biz şifahi şəkildə biliklərimizi nümayiş elətdiririk, biliklə yanaşı bacarıqlarımızı da nümayiş elətdiririk. Qeyd edim ki, düşünməyin, qarşımdakı mənə sual verir. Mən bu suala susmadan cavab verməklə müsahibəni keçmiş sayılıram. Bəzən olur ki, müəllimlər müsahibəyə daxil olurlar, deyirlər çox yaxşı keçdi müsahibəm. Çıxdıqdan sonra, yəni bir neçə gün müddətdən sonra, gündən sonra nəticələrini görəndə bir növ belə deyək, qəmginləşirlər. Ki mən axı bu nəticəyə layiq cavab verməmişdim. Ola bilər, biz düşünə bilərik ki, çox yaxşı cavab vermişik. Lakin düzgün cavab vermək lazımdır. Ona görə çalışaq müsahibə mərhələsinə çox yaxşı hazırlaşaq. Bəs Gülşən müəllim, necə hazırlaşaq, nəyi öyrənək? Təkcə kurikulumu öyrənsəm kifayətdir deyirsinizsə, xeyr deyirəm. Nəyə görə? Çünki kurikulum, bəli, bizim praktik bacarıqlarımızı göz önünə çıxardır, göz önünə gətirir. Beləcə bizim fəal, interaktiv müəllim olduğumuzu göstərir. Mən sizinlə razıyam. Lakin müsahibə mərhələsində tək bizim kurikulum biliklərimiz yoxlanılmır. Eləcə dərs keçmək qabiliyyətimiz, hazırladığımız bir növ belə deyək, dərs nümunəmiz, bundan əlavə özünü təqdim etməmiz, özünü təqdim etmədən əlavə dünya görüşümüz, pedaqoji və psixoloji biliklərimiz və bacarıqlarımız yoxlanılır. Deyə bilərsiniz ki, Gülşən müəllim, biz eşitmişik axı, sertifikasiyanın müsahibə mərhələsində harda görülüb ki, dünya görüşlə bağlı suallar verilsin? Bəli, burada görülüb. Həqiqətən biz keçən il və ondan əvvəlki il gördük ki, müsahibə mərhələsində dünya görüşlə bağlı suallar verilir. Lakin necəmi dünya görüş deyirsinizsə, bax bunu cavablayacağam. Ümumilikdə bütün ölkələr, bütün bir növ belə deyək, cəmiyyət, bütün hər bir şey haqqında bizim məlumatlı olmağımız deyək ki, düzgün deyil. Yəni biz hər bir şeyi bilə bilmərik, hər bir şeydən dörd dörtlük məlumatlı ola bilmərik. Lakin ən azından müəyyən kiçik dünya görüş məlumatlarımız olmalıdır ki, keçən il verilən suallar bunu aşkar şəkildə göstərdi ki, müəllimlərdən quru sərhədlərimiz, su sərhədlərimiz, indi mən kiçik xülasə gətirirəm keçənlər, ya bunlar soruşulmuşdu. Bununla bərabər bir çox dünya görüşlə bağlı sual soruşulmuşdu. Ona görə mütləq şəkildə hazırlaşdığınız müddət ərzində müəyyən dünya görüşlə bağlı məlumatlar var ki, onları öyrənməlisiniz. Sonra ikinci məsələ kurikulum. Bəli, kurikulum bizim həyatımızın ayrılmaz hissəsi olan təlimin ən əsas hissələrindən biridir ki, onun haqqında da ən azı qiymətləndirmə, refleksiya, motivasiya, təlim üsulları, təlim formaları, bundan başqa bizim kurikulumda öyrəndiyimiz psixoloji nəzəriyyələrdə olan yanaşmalar var, düşüncə tərzlərlə bağlı. Məhz bunları bilməliyik. Ümumilikdə bir çox məsələni bilməliyik. İndi mən sizə müəyyən suallar, tapşırıqlar göstərəcəm və həmin o suallara, tapşırıqlara necə cavab vermək lazımdır, onu deyəcəm. Həm dolğun cavab deyəcəm, həm də bəzən düz kimi düşündüyümüz səhv cavabı deyəcəm ki, siz özünüz müşahidə eləyəsiniz fərqi. Başlayaq birinci sualdan. Kiçik dünya görüşü əhatə edən bir sualdır. İstər fizika, istər kimya, istər biologiya, istər ibtidai sinif müəlliminə, yəni hər birinə verilə bilər. Fikirləşməyin ki, bu yalnız coğrafiya müəlliminin sualıdır. Xeyr, qeyd etdim axı. Keçən ildən artıq biz sertifikasiyanın müsahibə mərhələsində xırda dünya görüşlə bağlı məlumatları gördük. Deməli sualımız budur. İqlim dəyişiklikləri təhsildə necə əks olunmalıdır? Sualımız budur. Maraqlı bir şəkildə qoymuşam buna aid. Buna çox cavab vermək olar. İndi qısa lakonik belə bir cavab yazmışam ki, şagirdlərə ekoloji şuur, təbiəti qoruma, tullantıların azaldılması kimi vərdişlərin aşılanması. Bu qısa lakonik cavabdır. Əgər bu suala belə cavab versəz, düzgündür. Bu suala geniş cavab da verə bilərsiniz. İndi geniş versiyanı da deyəcəm. İndi gəlin səhv cavabı deyim. Məsələn, deyir ki, iqlim dəyişiklikləri təhsildə necə əks olunmalıdır? Mən durub danışıram uzun-uzadı. Ay iqlim dəyişikliklərinə aid konfrans keçirməliyik, ay nə bilim tədbir keçirməliyik, ay hansısa bir layihədə iştirak eləməliyik və yaxud digər bir məsələlər
öz daxilimdə düşünürəm, mən düz cavab verdim. Qarşımdakı insan onsuz da sizdə orada əyləşənlər deməyəcəksiniz, səhv dediniz. Susun və yaxud səhvdir, sözünüzü kəsmək, belə bir hallar baş verməyəcək. Çünki həqiqətən qarşınızda əyləşən şəxslər də özləri mədəni, sizi motivasiyadan salmaq istəməyən bir şəxslərdir. Yəni siz onlardan cavabınızın səhv və düz olmasının almaya bilərsiniz və fikirləşə bilərsiniz ki, mən çox gözəl cavab verdim, amma nəticəni görəndə bir növ özünüz çaşa bilərsiniz. Ona görə qeyd edim, çox danışmaqdansa qısa lakonik danışmaq və yaxud gəlin bunun geniş cavabını deyim. Məsələn, geniş cavab vermək istəyirəm. Deyirəm ki, iqlim dəyişiklikləri bəşəriyyətin qarşılaşdığı ən mühüm qlobal problemlərdən biridir. Bu səbəbdən təhsil sistemi şagirdlərdə ekoloji məsuliyyət, davamlı inkişaf düşüncəsi, ətraf mühitə qayğı vərdişləri formalaşmalıdır. Sonra deyirəm ki, tədris prosesində şagirdlərə iqlim dəyişikliklərinin səbəbləri, sonra nəticələri, quraqlıq, daşqınlar, sonra biomüxtəlifliyin və onların qarşısının alınması yolları öyrədilməlidir. Məktəblərdə tullantı çeşidlənməsi, ağac əkmə aksiyaları və yaxud nə bilim ekoloji layihələr sistem əsaslı fəaliyyətlə təşkil olunmalıdır. Yəni bax görürsüz, uzun da danışsam, düzgün danışıram. Yəni içinə, tərkibinə aid olan danışıram. Mütləq ki, mövzudan anlayışınız olmalıdır danışan zaman. Sonra keçək növbəti suala. Amnistiya nədir? Amnistiya burada qısa qeyd etmişəm, cəzanın yüngülləşdirilməsi və yaxud ləğv edilməsidir. Amnistiya elə bir normativ hüquqi aktdır ki, o hüquq pozuntuları törətmiş şəxslərin fərdi olaraq müəyyənləşdirilməmiş dairəsi barəsində qəbul edilir və həmin şəxsləri bir də belə deyək, azad edir də. Azad oluna biləcək bir növ sanksiyadan, cəzadan. Sanksiya nə deməkdir? Cəza. Sanksiyadan, cəzadan azad edir. Və yaxud azad eləməyə bilər, yüngülləşdirə bilər. Burada müəyyən ağır cinayətlər də ola bilər, müəyyən ağır bir növ belə deyək, hər hansısa bir məsələlər də ola bilər, yəni çox şey ola bilər. Amnistiya yəni yüngülləşdirmə. Buna geniş belə bir cavab versəm, ümumiyyətlə Azərbaycanda amnistiya aktını Milli Məclis qəbul edir. Amnistiya fərdi deyil, ümumi xarakter daşıyır. Əvvəlcədən müəyyən edilmiş şəxslər qrupuna şamil edilir. Yəni müəyyən olunur ki, filan şəxslər amnistiyaya düşəcəklər. Yəni budur. Bu da görürsünüz, kiçik dünya görüş məlumatını əks etdirən bir sualdır. Sonra dünyanın 8 möcüzəsi nədir? Və yaxud 8-ci möcüzəsi nədir olsun? 8-ci möcüzəsi nədir? Təbii ki, Qızıl Körpü. Bu da Vyetnamda yerləşir. Rəsmi olaraq dünyanın 8-ci möcüzəsi anlayışı mövcud deyil, fikirləşməyin ki, belə bir anlayış mövcuddur, xeyr. Lakin qeyri-rəsmi şəkildə memarlıq, mühəndislik, təbiət baxımından bənzərsiz hesab olunan bir çox tikililər var, bu adla tanınır. Bu şəkildə də göstərdiyim şəkildə özünüz də görürsünüz yəqin, həqiqətən 8-ci möcüzəsi Qızıl Körpü. Vyetnamda səhv etmirəmsə, Vyetnamın Da Nang şəhəri yaxınlığında turizm kompleksində yerləşir və körpü 2018-ci ildən istifadəyə verilib. Düzdür, ili nə vaxt verilib, nə vaxt tikilib, tikinti işləri nə vaxt olub, bunu bilməsəniz də olar. Əsas odur, 8-ci möcüzəsi nədir? Qeyd edirsiniz ki, dünyanın 8-ci möcüzəsi anlayışı rəsmi şəkildə mövcud deyil. Lakin qeyri-rəsmi şəkildə memarlıq, mühəndislik, təbiət baxımından bənzərsiz hesab olunan bir çox tikililər var. Məsələn, bu Qızıl Körpü də Vyetnamda yerləşir, 8-ci möcüzəsi kimi adlandırılır. Sonra, destruktiv davranış nədir? Bu da maraqlı bir sual. Destruktiv davranış yəni insanın özünə, digər insanlara, cəmiyyətə zərər verən mənfi davranış formasıdır. Ümumiyyətlə bunu destruksiya sözü ilə yadınızda saxlaya bilərsiniz. Destruksiya, yəni dağıtmaq, dağıdıcı bu mənanı ifadə edir. Bu davranışın da yaranmasına ailə problemləri, yanlış tərbiyə üsulları, psixoloji gərginlik, sosial mühit, həmyaşıd bir növ belə deyək, təzyiq ola bilər. Yəni bir çox səbəb təsir ola bilər. Destruktiv yanaşmasının qarşısını almaq üçün nə etməliyik? Təbii ki, sağlam ailə məktəb əməkdaşlığı qurmaq lazımdır. Psixoloji dəstək göstərməliyik. Müsbət ünsiyyət, sülh yolu ilə hər şeyi həll etməyə çalışmalıyıq. Yəni destruktiv bir növ belə deyək ki, münasibəti yumşaltmalıyıq. Yəni destruksiya yaxşı bir şey deyil məfhum olaraq.
Sonra keçək digər suala. Azərbaycanda ilk kino operatoru kim olub və hansı filmləri çəkib? Aleksandr Mişon, Bibi Heybət Neft Fontanı və Ot Çərşənbəsi bu kinoları çəkib. İlk kino operatoru olub Aleksandr Mişon. Deməli, çəkdiyi kinolar hansılar olub? Bibi Heybət Neft Fontanı, Ot Çərşənbəsi. İndi vəsair nəyə yazmışam? Yəni bir çox var da. İndi bu 2 dənəsi ilə yetinmir. Yəni nümunə kimi 2 dənəsini bilsək bəsdir. Sonra təhsil mühiti necə olmalıdır? Təhsil mühiti şagirdin hər tərəfli inkişafını təmin eləməlidir. Sağlam, təhlükəsiz, motivasiyaçı öyrənmə mühiti olmalıdır. Yəni bu mühitdə hər bir şagird özünü dəyərli hiss eləməlidir. Fikirlərini sərbəst ifadə edə bilməlidir. Ümumiyyətcə təhlükəsiz və psixoloji cəhətdən sağlam olmalıdır. Yəni belə mühitdə müəllim yalnız biri ötürən olmur, həm də bələdçi, fasilitator rolunda çıxış edir. Şagirdlər isə təbii ki, pasiv dinləyici olmur. Onlar öyrənmə prosesində fəal iştirak edirlər. Yəni ümumilikdə bu tip materialları, bu tip məlumatları mənimsəsək, onsuz da müsahibədə yaxşı nəticə göstərəcək. Yox, mən yüksək nəticə toplamışam, müsahibəyə hazırlaşmasam da olar deyirsinizsə, bu yanlış düşüncədir. Mütləq ki, hazırlaşın, çünki sonraki peşmançılıq fayda vermir. Bizim ödənişsiz paylaşımlarımız olur bu kanalda. Ona görə abunə olun ki, izahlar yerləşdirilən zaman görəsiniz. Həmçinin dərslərimizə qoşulmaq üçünsə əlaqə nömrəmiz var. 055 280 59 24. Baxın, aşağıda qeyd olunub. Həmin bu nömrəyə yazaraqdan dərslərimiz barədə də məlumat əldə edə bilərsiniz. Sağ olun, izahı bəyənməyi, paylaşmağı unutmayın ki, bu izahların ardı gəlsin.